Hörmətli tədbir iştirakçıları, əziz evlilər, sənətçilərlər, hər birimizi Qərbi Azərbaycan icmasında hörmətli dəfə salamlayıram, xoş gördük. Bugünkü gün növbəti kitabımızın təqdimatında toplaşmışıq, amma çox əlamətlər bir gündə toplaşmışıq. Bildiyiniz kimi Ramazan ayının ilk günüdür. Aramızda oruç tutanlar varsa Allah hamısının orucunu qəbul eləsin. Bu bizim milli bayramımızdır. Qarşıdan gələn bu milli bayramımız münasibəti ilə də, çərşənbələr münasibəti ilə də hər birinizi icmamız adından təbrik edirəm. Əziz tədbir iştirakçıları, deməli, bugünkü təqdimatına toplaşdığımız kitab Azərbaycan əməkdar rəssamı, hörmətli el oğlumuz Əli müəllimin, Əli İsmail Əliyevin Qərbi Azərbaycan rəssamları kitabıdır. Əli müəllim bu kitabla bağlı Qərbi Azərbaycan icmasına müraciət edəndə təbii ki, hamımız bunu təqdir elədik. Rəssamların dostu hesab elədiyimiz, daha doğrusu rəssamlar özləri dost hesablayırlar özlərinə. Hörmətli bizim Ədalət müəllimi və hər dəfə də ona çox böyük hörmətlər var və hörmətli Ədalət müəllim də çox müsbət qarşıladı belə bir ideyanı, belə bir kitabın yazılmasını və hər kəsin seyir duası ilə hörmətli Əli müəllim bu ağır zəhmətin altına çiynini verdi və uğurlu bir kitabın ərsəyə gəlməsinin bugün şahid olmuşuq. Bilirsiniz ki, Qərbi Azərbaycan icmasının əsas hədəflərindən biri də Qərbi Azərbaycan həqiqətlərinin ortaya qoyulmasıdır və Qərbi Azərbaycan həqiqətləri sırasında da bizim Qərbi Azərbaycandakı mədəni irsimiz mühüm yer tutur və əcdadlarımızın min illər boyu burada yaratdığı mədəni irsi ermənilər hər vəhçlə erməniləşdirməyə, saxtalaşdırmağa çalışırlar. Amma son zamanlar xüsusilə Qərbi Azərbaycan icması yenidən təşkilatlanan sonra biz Qərbi Azərbaycandakı mədəni irsimizin öyrənilməsi və dünya ictimaiyyətinə çatdırılması istiqamətində icma olaraq sizli bizli çox böyük uğurlara imza atmışıq. Yəni biz indiyə qədər hər dəfə deyən Qərbi Azərbaycandakı mədəni irsimiz deyəndə təbii ki, tarix abidələrimizi, toponimlərimizi, şifahi yaddaşımızı, qəbristanlıqlarımızı nəzərdə tuturuq. Amma eyni zamanda orada soydaşlarımızın yüz illər, min illər boyu yaratmış olduğu mədəni irs nümunələri sırasında təbii ki, bizim təsviri sənət nümunələri də var. Və Cənubi Qafqaz o cümlədən Qərbi Azərbaycan ərazisi, Azərbaycan türklərinin, Azərbaycan xalqının etnogenezində iştirak edən tayfaların tarixi vətəni olduğu üçün burada təsviri sənətimizin tarixi də qədimdir. Əslində qalanda təsviri sənətin tarixi insanlığın tarixi qədər qədimdir. Bizim Qərbi Azərbaycan ərazisində də bizim çoxlu qayə üstü təsvirlərimiz var. Mən burada xatırlatmaq istəyirəm bizim Loru mahallındakı Soyuqbulaq kəndindəki qayə üstü təsvirləri, bizim Zəngəzur mahallındakı Qarakilsə rayonu ərazisindəki qayə üstü təsvirləri, bunları çox kitablara daxil edilmişik və bu təsvirlərin hamısı eyni zamanda bizim təsviri sənətimizin şeyləridir, nümunələridir və zaman da bilirsiniz, bu gün Qərbi Azərbaycan ərazisində ayaq üstə duran bizim abidələrimizdən hamımız bunu bilirik, Pir Hüseyin türbəsi, Cəfərabad kəndindəki Pir Hüseyin türbəsi və bu türbənin öz kaşılarındakı naxışlar, hətta onun o kitabəsinin yazılışı, bunlar hamısı, bunlar da təsviri sənət nümunələri sayıla bilər və sayılır və bu cür 1413-cü ildə ucaldılmış bu abidədə bizim bu qədər mədəni irsimizin nümunələri var. Ondan sonra üzü bəri gəlsək, təbii ki, orta əsrlərdə, xüsusilə 19-cu əsr bu yaxınlarda Cənab Prezidentin sərəncamı ilə 200 illiyini qeyd elədiyimiz bizdə qədim İrəvani sənəti Azərbaycan boyakarlıq sənəti tarixində, rəssamlıq sənəti tarixində əvəzi olunmayan bir səhifədir. Yəni, dəzgah boyakarlığının banisi də Azərbaycan
rəssamlığında və bununla bağlı silsilə kitablar çıxdı və biz Mirzə Qədim İrəvaninin irsini bir daha qaytarmış olduq və bu irs nümunələri ilə tanış olduq. Bir müddət əvvəl bu irsin Tiflis müzeylərində, fondlarında gizlədilmiş nümunələri bizim hörmətli Mehriban xanımın təşəbbüsü ilə gətirildi. İlkin olaraq burada bərpa olundu və Heydər Əliyev mərkəzində nümayiş olundu. Ondan sonra bu yaxında 200 ili ilə bağlı yenə də həmin əsərlər gətirilib bizim Milli Muzey mərkəzimizdə sərgiləndi. Bununla məsələ bitmir, Qərbi Azərbaycan əsilli bizim çoxlu və ənənə üstündə ucalan çoxlu rəssamlarımız olubdur və bəlkə də o rəssamların çox az bir hissəsini biz tanıyırıq, bəlkə də əksəriyyətini heç tanımamışıq, indiyə qədər o məşhurlarda çıxmaq şərti ilə, amma ilk dəfə olaraq hamısını əlim bir ortaya yığa bildi. Əslində son 3 ildə Qərbi Azərbaycan icması Rəssamlar İttifaqının və Akademiyasının birgə Akademiyası ilə icmanın birgə bir neçə sərgi təşkil edib, bir neçə rəssamlıq müsabiqəsi keçiribdir. Hətta bunlardan birinin biz Vətənin Qərbi Azərbaycan adı ilə nəşr eləmişik, o müsabiqədə iştirak edənləri və o tədbirlərin əksəriyyətində siz də iştirak edirsiniz və bu istiqamətdə növbəti atılan addımdır və şübhəsiz ki, burada sənətşünaslarımız iştirak edir. Onlar kitabın məziyyətləri haqqında daha geniş danışacaqlar və dediyim kimi oruç tutanlarımız da var. Mən çalışacağım söhbəti qısa edeyim ki, sizin də vaxtınızı çox almayaq, yəni oruç tutanlar da iftarını çatabilirsin. Buna görə bir daha hörmətli Əli müəllimə təşəkkür edərək mən ilk sözü kitabın ön sözünün müəllifi Şərqi sənətşünas Əsəd Quliyevə vermək istəyirəm. Əsəd müəllim burada. Buyurun. Salam, çox hörmətli tədbir iştirakçıları. Mən ilk növbədə sizlərin hamısı salamlayıram. Bugün həqiqətən çox gözəl bir, möhtəşəm bir gündür. Mən belə tezliklə sözünü mənə vermək də mənə təəccübləndirdi. Çox sağ olun, mənə söz verdiyiniz üçün. İlk növbədə ondan başlayaq ki, Qərbi Azərbaycan coğrafi məkan olaraq bizim xalqımızın ən qədim mədəniyyət mərkəzlərindən birində yaşayan Qərbi Azərbaycanlılarımız ölkəmizin mədəniyyətində, siyasi tarixində, mədəniyyət tarixində böyük çaplı, necə deyim, ən məşhur belə şəxsiyyətlər yetiriblər. Siyasi xadimlər, mədəniyyət xadimləri, dilçi alimlərimiz, müxtəlif sahələrdən çıxan, bayaq stendlərə baxanda burada Qərbi Azərbaycan icmasının möhtəşəm stendlərə baxanda gördüm ki, görün nə qədər bizim şəxsiyyətlərimiz həmin o bizim Qərbi Azərbaycanın məkanından yetişirlər. Bu baxımdan Qərbi Azərbaycanımızın mədəniyyəti ilə yetişdirdiyi tarix şəxsiyyətlərlə fəxr eləmək olar. Təsvir sənətə gəldikdə Əli İsmail müəllimlə biz söhbətlərimiz zamanı tədbirlərdə Əli İsmail müəllim Qərbi Azərbaycan rəssamları adlı kitab albomunun üzərində işlədiyini vurğuladı və belə bir möhtəşəm bir layihənin həyata keçirilməsi üçün fədakarlıq mənəviyyatını göstərdi. Sonradan mən kitabla tanış olanda gördüm ki, nə qədər bizim rəssamlarımızla şanslı olar Azərbaycan təsvir sənət tarixində öz sözlərini deyiblər, öz imzaları ilə ölkəmizi beynəlxalq təsvir sənət arenasında tanıda bilirlər. Kamil Əliyev kimin xalçası rəssamımız, Hüseyn Əliyev kimin xalq rəssamımız, akvarel sahəsində əsərlər yaradan. Adil Qaziyev kimi görkəmli bizim sənətşünasımız olubdur ki, hansı ki bizim sənətşünaslıq məktəbimiz Adil Qaziyevin yaradıcılığı ilə başlayır. Onun miniatürə sahəsində, xalçaçılıq sahəsində yaratmış olduğu əsərlər, tədqiqatları bugün də öz aktuallığını qorub saxlayır
Memarlıq və İnsan İnstitutunda, Elmlər Klimasında o böyük fəaliyyət göstərmişdir. Kitabları Moskva şəhərində nəşr olunmuşdur. Bu gün də sənətşünasların istinad etdiyi ən məşhur monografiya kitablarından biridir. Əli müəllimin kitabında həm təsir sənətin bütün sahələrinə aid rəssamlarımız öz yaradıcılıqları ilə, əsərləri ilə, portretləri ilə öz əksini tapıblar. Oradan da bu əsər, bu kitabın yaranması cəsarət tələb edir. Böyük bir coğrafi arenanın rəssamlarını, yaradıcı şəxsiyyətlərini bir arada onları əks etdirmək, onların yaradıcılığını toplamaq, onların irsini araşdırıb bir albomda yekunlaşdırmaq təbii ki, mən deyərdim, bəlkə bir institutun görəcəyi işləyir. Gələcəkdə mən inanıram ki, bəlkə də bu mövzu elə tədqiqat əsərinə çevriləcəkdir. Bizim gənc sənətşünaslarımız bəlkə də bu mövzu götürüb müdafiə edəcəklər, bu işi daha da genişləndirəcəklər. Qərbi Azərbaycan icması da böyük məmnuniyyətlə bu kitabı nəşr etdirdi. Biz sənətşünaslar sevdirik ki, təsvir sənət aləminə, bizim təsvir sənət tariximizə beləncə bir monografiyanı da daxil edə bildik. Bir dənə də məsələn vurğuyum ki, ötən il Mirzə Qədim İrəvaninin 200 ili ilə bağlı Cənab Prezidentimizin sərəncamına əsasən Mirzə Qədim İrəvaninin bir daha yaradıcılığına yenidən müraciət etdik. Azərbaycan Milli İnsan Muzeyində onun möhtəşəm sərgisi təşkil olundu. Əsərləri Gürcüstanda muzeylərdə qorunub saxlanan əsərləri Bakıya gətirildi. Bu Azərbaycan təsvir sənət tarixində yeganə bir haldır ki, Mirzə Qədim İrəvaniyə həyat və yaradıcılığına həsr olunmuş bir ildə 3 kitab nəşr olundu. Özə deyərdim ki, möhtəşəm kitablar bunlar hamısı. Bununla da bizim rəssamlığımıza, təsvir sənətimizə diqqət var. Bu gün sevirik ki, belə möhtəşəm nəşrlər üzə çıxır, rəssamlarımızın yaradıcılığını araşdırırıq, tapırıq. Bu sadə də Əli İsmail müəllimin gördüyü fəaliyyət danılmazdır. Mən onu biləkdən təbrik edirəm və sizlərə can sağlığı arzulayıram. Çox sağ olun. Təbii ki, bu rəssamların böyük bir hissəsinin əsli kökü İrəvan şəhərindəndir. İrəvan Milli İnstitutu paytaxt həmişə elmin mədəniyyətin mərkəzi olur və İrəvanla bağlı bizdə ən fundamental tədqiqatın müəllifi bizim hörmətli tarixçi alimimiz Nazim müəllimdir. Nazim Mustafa burada iştirak edir və İrəvanla bağlı, İrəvandakı bizim təsviri sənət tariximizlə bağlı, mədəniyyətimizin tarixi ilə bağlı, mədəniyyətimizlə bağlı ən gözəl sözü də heç şübhəsiz hörmətli Nazim müəllim deyə bilər. Mən böyük məmnuniyyətlə Nazim müəllimə söz vermək istəyirəm. Nazim müəllim. Çox sağ olun, təşəkkür edirəm. Hamını salamlayıram. Düzü, mən gözləmirdim Əziz müəllimlə mənə söz verəcəyini. Ancaq mənim doğrudur, İrəvan şəhəri kitabında onun bir bölməsi, sənətkarlıq və incəsənət İrəvan Xansaray bölməsi ki, hansı ki orada dediyimiz kimi Mirzə Qədim İrəvanın o əsərləri orada tədqiq olunub, onun həyatı yaradıcılığı tədqiq olunub və kifayət qədər bu kitabında elektron versiyası kitabxanalar saytda, xüsusən mənim işlədiyim tezlik kitabları saytında var. Kim istəsə oradan ətraflı məlumat ala bilər. Mən fürsət düşünmüşkən Əli müəllim haqqında bir söz demək istəyirəm. Əli müəllimlə bizim tanışdığımız belə olmuş ki, rəhmətli sənətşünas Ziyatən Əliyev, Allah məqəlim rəhmət eləsin, onun özü də Mirzə Qədim İrəvan gibisinə araşdıran tədqiqatçılardan biriydi. Mən bu Göyçə mahalının ətrafında, ortasında belə deyək, Göyçə yeri olduğu kimi bizim Ağdam mahalının ortasında bir arpa gölü var. Mən də arzum budur ki, hansısa bir sənət rəssam onun əks elətdirsin. O, necə göl çəkir, rəsmlərdə əks olunur. İstəyərdim ki, arpa gölündəki, arpa gölüdən Ağdam mahalında əks olunsun. Gəzdim belə bizim o favoral bağın ətrafında rəssamların əsərləri sərgilənir hər gün. Öyle baxırdım ki, o oxşar bir tablo olsun ki, mən aparım onu divardan alsın ki, elimiz olmamızı xatırlamasın. Nə qədər axtardım, meşə rəsimləri, ümumiyyətlə şəhər rəsimləri, ancaq ona uyğun bir rəsim tapa bilmədim. Yüzü Ziyatən müəllimə dedim, şəhər Ziyatən müəllim. Belə bir fikrim var. Mən bir rəssam varmı ki, bunu bir əks elətdirsin? Dedi, var. Dedi, var, mənim bir dostum var, özə Göyçədəndir. Mən ona deyərəm. Ancaq sən onun bir eskizini təsvir edək qələmlə və varsa onun bir neçə şəkillərini göndər.
Neyse, mən özüm elə təsəvvür edeyim şəkildə ki, Ağbanla gölün ətrafındakı kəndləri bir-bir orada qeyd elədim. Bağlıdır, Gülücədir, Quzukənddir, Qarabulaqdır belə, Şurabat, Sultanabad və s. Onları təxminən qeyd elədim və göndərdim Ziyadxan müəllimə. Üstündən bir müddət keçdi, Ziyadxan müəllim deyir ki, tablo hazırdır. Hələ tanışdığımız yoxdur müəllimə. Tablo hazırdır. Dedim ki, bəs belə, mən gedəm bunu götürəm. Dedi, yox, özü gələcək. Özü gələcək, özü gətirəcək. Neysə, bəs bunun o çərçivəsi falanı, dedi ki, narahat olma, onu da həll eləmişik. Çərçivəsini almışıq. Hazır sal vəziyyətdə gətirdilər Ziyadxan müəllimlə, rəhmətli Ziyadxan müəllimlə, Əli müəllim onu təqdim və ilk dəfə orada tanış olduq Əli müəllimlə. Və sonradan da Əli müəllim özünün o Əli İsmail adında bir fotoalbum rəsm əsərlərinin albumu var. Və orada da mən gördüm ki, Əli müəllim hələ tələbəli illərindən rəssamlıq məktəbində Əzminada oxuyandan ondan sonra Rusiyada təhsil aldığı dövrdə Göyçək gölünün və o ətrafındakı onun müxtəlif rakuslarda onun şəkillərini, rəsmlərini çəkib, yağlı boyayla yaxdakı elə tuşlu rənglə ifadə edib və beləcə dostluğumuz başladı və sonra Əli müəllim kitablarını gətirdi bizə və bugünkü bu təqdim olunan kitabları da bizim müzeydə kitablarını təqdim, hətta onun elektron versiyasını təqdim edib və kimlərsə bugün əlinə çatmasa da, onun müzeydə kitablarının saytından biz onun elektron versiyasını görə bilərik. Və Əli müəllim bir də bizim bir dostumuz var, hamınız tanıyırsınız, Lütfiyar Nəsibov. Lütfi Kələşin Azıqyolun burada bir neçə kitabının təqdimatı oldu. Qərbi Azərbaycanın 2. Dünya müharibəsində Ağba Şörəyi, Göyçəmalı, ondan sonra digər bölgələrlə bağlı ki, Loru Pəmbəklə bağlı və bunlar dayalı qoğulurlar. Yəni, bunlar Satanaxaç kəndi, Göyçənin Satanaxaç kəndindədirlər, son vaxtlarının kəndin adını günə eləmişlər. Yəni, deyiləm o ki, biz Əli müəllimin üzrü Ziyalı ailəsinin nümayəndəsidir. Atası İsmail müəllim uzun müddət Sovet Ermənistan vəziyyətinin bölgə müxbirliyi ali məktəbi bitirmişdi, müxtəlif vəzifələrdə çalışıb. Yəni, bu ailə yetiriyor. Əli müəllimin bacısı Məlahət xanım, bilməm, buradadır, burada yoxdur. Onun çox gözəl Göyçək gölündən bağlı, Göyçəklə bağlı, Göyçək aşıq sənəti ilə bağlı, aşıq əsgərlə bağlı, aşıqları ilə bağlı silsilə kitabları var. Yəni, Ziyalı ailəsindən doğru, Ziyalı ailəsində böyüyüb, təbii ki, elə bir ailədən də bir Əli müəllim kimi o yetişməlidir. Mən onu bir daha beşlə təbrik edirəm, möhkəmcan sağlığı edirəm, hesab edirəm ki, bu tədbir Əli müəllimə yeni bir ruh verəcək, Qərbi Azərbaycanın müxtəlif bölgələrində yəni silsilə tavırlar işləyəcək. Sağ olun, təşəkkür edirəm. Uzun illər bizim Azərbaycan televiziyasının mədəniyyət verilişlərini aparıcısı kimi də hörmətli Tevfik xanım yadımda qalır. Hamınızı salamlayıram, ama çok təsadüf oldu mənim çıxışım heç. Mənə elə gəlir ki, hər bir insanın heç olmasa önündə biləcək bir şəkil var. Nə bilim, 2 dənə paralel çəkir, ya bir film çəkir. Amma böyük əsər yaratmaq və bu böyük əsəri sərgilərdə nümayiş etdirmək, sonra onu kiminsə evinin yuxarı başında görmək onun ən böyük arzularından biridir. Və bugün Əli müəllimin gördüyü işdə bütövlükdə Qərbi Azərbaycan rəssamlarının indiyəcən çoxlarına bələd olmayan və çoxlarına məlum olmayan, bizim çoxumuzun bələd olmadığımız rəssamların haqqında olan məlumatlardır. Bu, belə bir asan iş deyil. Bu, təsəvvürə gətirin ki, böyük bir tarlada sənə lazım olan şey axtarmaq kimidir. Təsəvvür yarar. Və bu insanların hər biri haqqında məlumat toplamaq, onların əsərlərini təhlil eləmək, söz demək çox çətin məsələdir. Biz təəssüf ki, rastlaşmamışız sizin heç var və mədəniyyət tələbələrinin qonağı olmamışsınız. Amma güman edirəm ki, bu kitab bizim televiziyanın ən gözəl yerlərində dayanacaq bir bizim köşkümüz var orada. Və sizi mən dəvət edirəm, televiziyaya gəlin, danışın bu kitab haqqında və ümumiyyətlə burada yer almayan başqa rəssamlar haqqında. Və mən fürsətdən istifadə edib, təbii ki, sizin haqqınızda çox danışacaqlar və mən
onların haqqına girmək istəmirəm. Fürsətdən istifadə edib hamınızı dəvət edirəm bizim Qərbi Azərbaycan televiziyası ilə əməkdaşlıq eləməyə. Baxın, mənim yanımızda Pireyev əyləşib, bizim hərbi generallarımızdan biridir. Biz nə vaxt onunla rastlaşmışdıq, bəlkə də deməsəydi heç onu tanımayacağım. Onda cavan olan idi, mən də çox cavab verdim insan. Və belə insanları tapmaq, tanıtmaq, Azərbaycan xalqının bu cür, necə deyim, layiqli insanları, övladları olan adamları cəmiyyətə təqdim eləmək çox böyük hünərdir və çox böyük də, necə deyim, əhəmiyyətli işdir və məsuliyyət tələb edən işdir. Hər biriniz o televiziyada özünüzü, yaxınlarınızı, doğmalarınızı, layiq olan insanları, yaddaşınıza qalan o torpaqla bağlı nələrisə görmək istəyirsinizsə, mütləq və mütləq bizə əlaqə saxlayın. Gəlin, Əli müəllim kimi bizim çox istedadlı insanlarımız var, çox təəssüf ki, biz onları tanımırıq, çox təəssüf ki, biz onları geniş ictimaiyyətə təqdim edə bilmirik. Çünki onlar özləri biraz geride yanırlar. Çünki istedadlı adamlar həddindən artıq təvəzzökar olurlar və düşünürlər ki, kimsə gələcək, kimsə bunun qolundan tutacaq, mütləq çatdıracaq. Amma indi elə vəziyyətdir ki, kimin əlində telefon varsa, o daha çox qabağa gedir, daha çox özünü təmin etməyə çalışır. Və hər birinizin yaddaş saxlanıcında saxlanılan nəsə varsa xahiş edirəm, gəlin bölüşəyin, gəlin onu tanıdığım və hamı görsün ki, bizim necə zəngin torpağımız olub, necə gözəl insanlarımız olub və mən sizə bu işdə uğurlar arzulayıram. Əminəm ki, bu sizin başlanğıc olan bir işinizdir. Çünki siz rəssamsınız, başqa qayğılarınız var. Amma belə bir kitabı ortaya qoymaq, belə bir kitabı ərsəyə gətirmək, mənə gəlir ki, sizə çox böyük bir əziyyət tələb edəsə də bunu sevə-sevə eləmişsiniz. Uğurlar arzulayıram və yolunuzu gözləyim. Sevgi xanım dedi, mən Əli müəllimin bu kitabdakı materialları necə çətinliklə topladığının şahid olmuşam. Hətta olurdu bir adamın arxası dəfələrlə gedirdi və bəzilərini axtarıb tapmaq belə problem olurdu. Amma bütün çətinliklərin öhdəsindən gəldi. 38 nəfər rəssamın rəsm əsərlərinin belə tərcümə halını toplayıb bir kitabda vermək xırda məsələ deyil. Mikrofonu vurdu. Yox, mənim səsim. Oldu, mən böyük məmnuniyyətlə sözü Qərbi Azərbaycan İctimai İdarə Heyətinin üzvü Nərman Övrayon nümayəndəmiz hörmətlə təmrətməsini vermək istəyirəm. Buyurun, Çox sağ olun, əziz müəllim, mənə söz verdiyiniz üçün. Mən də öncə sizin bizim bayramımızı təbrik edirəm hamılar. Biz bu bayramı həqiqətən də Qərbi Azərbaycanda da keçirdirdik, çox yüksək səviyyədə keçirdirdik. İndi şükürlər olsun ki, biz burada şərait yaradırsınız. Cənab Prezidentimiz var olsun ki, bizi bir yerə yığdı. Ədalət müəllim sağ olsun, əziz müəllim siz sağ olun ki, bizi bir topladınız. İndi hamı hər yerdən, hər bir kəndimizdən, hər bir rayonumuzdan gözəl xəbərlər deyirlər. Əzizlər, mən Əli müəllimi 25 ildir dostluq edirik və yaxşı ideyalar verirdim o vaxtlar. Onun birini deyəcəm, mən Politexnik İnstitutunu qutarmışam. İnşaatla Politexnik İnstitutu o vaxtı bir qapı qoymuşdular. Hamı girən də çıxan da o qapıdan bir qırğınla keçirdilər ki, gəl görəsiniz. Mən əvvəl yanına dedim, müəllim, bunu bir iynə qoyun, bir də çoxlu belə adamlar yığışsın, yəni bu iynənin gözündən görə nətər keçirlər. Bu bir neçə gündən sonra Kirli qəzetinin jurnalı idi də, jurnalında çıxdı və o vaxt Sovetlər Birliyi bilirsiniz da, bir bomba kimi partladı bu. Bütün qapılar açdılar. Hər yerdə qapı var idi. Ancaq qapıyı açmırdılar. Bir də elə bir kim toçlu, biri Eldar müəllim, toçlu bir iynə. Hər tərəfdən bir basa-bas olub ki, gəl oradan bir tər çıxdı. Yəni burada Əli müəllim, mən baxdım, sizin bu işlərə əzizlərim çox əziyyət çəkir. Bütün elimizin, obamızın
o əşya dək, xalça dək, şirin dək, hamısını gördüm. Elə bil ki, məni bir neçə saatlıq öz kəndimizə apardınız. Mən o nənələrin başında çalma deyirdik biz. O çalmaları gördüm mən əlimə. O səhəngləri gördüm, su səhəngləri. İnanın ki, o qədər belə işləyirsiniz, əlimə, gözəl işləyirsiniz. Allah nə deyim, o qədər baxdım, orada aşıq Ələskəri gördüm, yox, Aşıq Talibin həyat yoldaşını gördüm. Əsl elə bil ki, bizim kəndlərin o qoca nənələrini yadıma düşdü. O ocağın başında yığışıb, onların o nağılları yadıma düşdü. İnanın ki, Əlməlim, çox sağ olun. Ürəyim o qədər doludur, vaxtımız azdır. Hamınıza minnətdaram. Bunu əziyyət çəkənlərə, əziz müəllim, sizə də minnətdaram. Çox-çox gün belə bir kitabın təqdimatında hamımız iştirak edirik. Mənim çox əziz dostum Əli müəllim. Sağ ol, Əli müəllim. Mən də talədəndir, nəticə mənim rəssamlarla biraz əlaqələrim olubdur. Vaxtilə rəhmətli Cabbar Quliyevin emalatxanasında da olmuşam. Bundan sonra Firidun müəllimin, Firidun Quliyevin evində də olmuşam. O Abbasqulu bəy Şadlinskinin tablosunu çəkirdi. Bizim Nağdəli müəllimin emalatxanasında da olmuşam. Yəni, rəssamlıq çox böyük sənətdir. Bir maraqlı faktı da xatırladım bu kitabla bağlı. 96-cı ildə, 1996-cı ildə Abbasqulu bəy Şadlinskinin kitabını mən yazanda, nəşriyəndə, orada Abbasqulu bəyin dəstəsində bir kənd üzrə, Çimənkənd üzrə Qarabağlar rayonunun mərkəzi oldu sonra bir Sultan Xan Mərəndi var idi. Yəni, başçılıq edibdi, o bölgə üzrə o bölgəyə, belə deyək, orduya başçılıq edibdi. Amma sonra nə qədər axtardımsa Sultan Xan Mərəndi kimdir, necə oldu, onun sonrası nətər oldu, bir informasiya tapa bilmədi. Sonradan, çox sonradan məlum oldu ki, bu bağır mərətli, maraqlı, həmin Sultan Xan Mərəndinin oğludur. Çox maraqlıdır. Yəni, Mərəndli o dönüb olub maraqlı, bu familiya ilə də burada bizim böyük rəssamlarımızdan biri. Və tarixi mənbələrdə Sultan Xan Mərəndi haqqında kifayət qədər informasiyalar var. Və sonradan məlum oldu ki, bizim böyük rəssamımız Bağır maraqlı həmin Sultan Xan Mərəndi. Yəni, 18-20-ci illərdə Abbasqulu bəyin dəstəsində erməni daşnaqlarına qarşı ən cəsarətli döyüşləri aparan dəstələrdən birisinin başçısı olan Sultan Xan Mərəndinin oğlu bizim böyük rəssamımız Bağır maraqlıymış. Mən ilk sözü bizim sənətşünasımıza verdim və çıxışçılardan son sözü yenə bizim sənətşünas alimimiz, hamımızın tanıdığı sənətşünas alimlərində bəlkə dağlarına gəlməyəcək qalmamış. Aparat rəhbərimiz, hörmətli qalimlərin sənətşünaslıq üzrə fəlsəfə doktoru və bu sahənin ən mükəmməl bilicilərindən biri, elə bilən ən gözəl sözlərdən birində qalmış. Necə buyurun qalmış? Təşəkkür edirəm, hörmətli əziz müəllim. Əziz həmvətənlər, dəyərli sənətsevərlər, sizi Qərbi Azərbaycan icmasını görməkdən və salamlamakdan şadam. İlk öncə bu kitabın Qərbi Azərbaycan məsələsi ətrafında görülən işlər və xüsusilə də Qərbi Azərbaycan mədəniyyətinin təhlili ilə bağlı rəssamlar haqqında yazılan kitabın əhəmiyyətini diqqətinizi cəlb etmək istəyirəm. Bu kitabın yazılması, ümumiyyətlə bu tipli kitabların yazılması Qərbi Azərbaycan həqiqətlərinin təhlili baxımından bir neçə istiqamətdə maraqlıdır və bir neçə istiqamətdə də hörmətlidir. Bu kitablar təkcə bizim tarixi kimliyimizi, milli kimliyimizi özündə əks etdirmir. Eyni zamanda bizim xalqımızın keçdiyi tarixi inkişaf yolunu, onun həyat tərzini
onun geyimlərini, onun abidələrini əks etdirən əyani vəsaitlər kimi tarixdə qalır. Və hər yeni yaradılan əsər özündə bir iz, gələcəyə bir iz daşıyır. Keçmişdən gələcək arasında bir köprü olmalıdır. O baxımdan Qərbi Azərbaycan nəsilli rəssamların həyat və yaradıcılığının araşdırılması, onun öyrənilməsi böyük əhəmiyyət daşıyır. Bu kitabın da əhəmiyyəti məhz bundan ibarətdir. Mən hesab edirəm ki, bu kitab eyni zamanda Qərbi Azərbaycan həqiqətlərinin dünya beynəlxalq arenada təqdim olunması yönündən də maraqlı ola bilər. Çünki incəsənətin dili universaldır və bu universal dil istənilən qapıları açmağa qadirdir. Çünki incəsənətin ifadə vasitələri buna imkan verir ki, bir xalqın çeşitliyi, tarixi yolu, eyni zamanda məruz qaldığı deportasiyaları və soyqırımları, o zamanda yaşadığı istirafları insanlara sənətin dili ilə daha asan, daha anlaşıqlı dillə çatdıra bilsin. Qərbi Azərbaycan rəssamları deyə bir mənə elə gəlir ki, sənətşünaslıq nöqteyi nəzərindən xüsusi bir termin və ya xüsusi bir ayrım qoymaq, bunu ayırmaq mümkün deyil. Bu düzgün olmazdır. Ümumiyyətlə Azərbaycan təsviri incəsənəti var, Azərbaycan mədəniyyəti var və onun şərqi, qərbi, cənubi olmamaq şərti ilə ümum Azərbaycan mədəniyyəti var. Qərbi Azərbaycanla biz niyə görə üzərində fokuslanırıq? Ona görə ki, o torpaqlara qayıdış yurtlarımız hələlik bərpa olunmuyor. Hələlik biz öz torpaqlarımızda qayıda bilmiyoruz. Bax, bu qayıdış istəklərimiz, eyni zamanda qayıdış konsepsiyasına verilən bu cür kitabların çapı da qayıdış konsepsiyasından bağlı görəcəyimiz işlərin ümumi bir töhfə ola bilər. Qərbi Azərbaycan rəssamları haqqında bir çox kitablar yazılıb. Qərbi Azərbaycanı dünyanın bir çox tanınmış rəssamları təsvir ediblər. Maşkovun, Mönperenin, Radkovun, bir çox başqa rəssamların, Verişaginin əsərlərində Qərbi Azərbaycanı biz görə bilirik. O rəssamların bir çoxunu foto halında siz bu divarlarda da, bu binanın divarlarında da görə bilirsiniz. Məhz o əsərlərin sayəsində biz bugün Qərbi Azərbaycanda göy məscidin təsvirini görə bilirik. Biz Qərbi Azərbaycanda hansısa tarixi abidənin görkəmini görüb yadda saxlaya bilirik və bunu bir əyani sübut kimi də təsdiq edirik. Eyni zamanda burada Mirzə Gəli Miravəlinin haqqında danışılır. Həqiqətən 2025-ci ildə onun gördüyü 200 ilinin keçirilməsi təkcə sənətə ehtiramın ifadəsi deyildi. Eyni zamanda ölkə rəhbərliyinin ali diqqəti və Qərbi Azərbaycan məsələsinə bir daha yönləndirməsi deməkdir. Və bu sərəncamın icrası ilə əlaqədə bir çox işlər görüldü. Sərgilər təşkil olundu, 3 kitab nəşr olundu. Eyni zamanda içərisində oturduğumuz bu binanın yerləşdiyi küçəyə də Mirzə Gəli Miravəlinin adı verildi. Qərbi Azərbaycan rəssamları, Qərbi Azərbaycanı tərənnüm edən rəssamların arasında Azərbaycanın müxtəlif bölgələrində anadan olmuş rəssamlarımız var. Məşhur rəssamlarımız var. Maral Rəhmanzadə, Səttar Bəhruzadə, onların əsərlərində Qərbi Azərbaycan mövzusu yer tuturdu. Eyni zamanda bizim Toğrul Sadıqzadənin yaradıcılığında, Böyük Ağa Mirzazadə kimi böyük rəssamımızın yaradıcılığında Qərbi Azərbaycan məsələsi, xüsusilə də Göyükçə gölü və onun ətrafının mənzərələri öz əksini tapır. Və bu əsərləri ümumi təhlili bir daha onu göstərir ki, Qərbi Azərbaycanda, yəni indiki Ermənistanda qalan bizim tarix və mədəniyyət abidələrimiz, təbiət abidələrimiz məhz bu rəssamların yaradıcılığında xüsusi şövqlə əks olunur, xüsusi bir əhəmiyyət qazanır. Qərbi Azərbaycan rəssamlarının Qərbi Azərbaycan təsviri incəsənəti ilə bağlı araşdırmalara 2018 və ondan əvvəlki dövrlərdə də başlanmışdı. Günay Qafarova, Rəhimova, sənətşünasımız Qərbi Azərbaycan incəsənəti mövzusunda ona bir yadımdadır ki, sifariş vermişdik və Qərbi Azərbaycan incəsənəti, təsviri sənəti adında bir kitab yazdı və bu kitab rus dilində çap olunubdur. Bundan sonra bu mövzuda getdikcə artıq işlər davam etdirilir. Əzim müəllim burada qeyd elədi, bizim Azərbaycan Rəssamlar İttifaqı ilə birlikdə keçirdiyimiz Vətənin Qərbi Azərbaycan rəsm müsabiqəsi
bu rəsm müsabiqəsində iştirak edən rəssamların yaradıcılığı və bu məsələyə münasibəti bir daha göstərdi ki, bu məsələyə mədəni ictimaiyyətin diqqəti kifayət qədər böyükdür və Qərbi Azərbaycan mövzusu rəssamlarımız üçün prioritet mövzuya çevrilə bilər. Bundan sonra keçən il biz Azərbaycan Rəssamlar Akademiyası ilə birlikdə Qərbi Azərbaycan mövzusunda Qərbi Azərbaycan hekayəsi təsviri sənəti adlı rəsm müsabiqəsi təşkil etdik və onun yekun sərgisində Küqəli Qələbəsində təşkil elədik. Həmin əsər müsabiqədə 45 müəllif iştirak edildi. Bunu bəlkə icmada ilk dəfə deyirəm, bir dəfə televiziyada demişdim. Niyə 45 müəllif biz seçildik? Ona görə ki, bunun bir alt simgəsi var, alt mesajı var. 44 günlük vətən müharibəsi və bir gün antiterror tədbirlərinə nəzərdir. Rəssamlarımız biz hesab edirik ki, hərəyə bir əsər yaradacaqlar. Gənc rəssamlarımız bizim onlarla apardığımız məlumatlandırma sessiyaları nəticəsində 47 əsər bizə təqdim edilər və o əsərlər bu günləri Qərbi Azərbaycan icmasının fonduna daxil olunubdur. Və bu bizim üçün attığımız bir addım digərini bağlamalıdır. Biz məqsədyönlü şəkildə etməliyik. Qayıdış eyni zamanda mədəni haqların bərpası və humanitar hüququn bərpa olunması demək. Ona görə Qərbi Azərbaycan məsələsində bu cür tədbirlərin keçirilməsi, bu cür materialların yaradılmasının təşviq edilməsi gələcəkdə başqa tədbirlərin keçirilməsi üçün də bir vəsilə, bir imkan yaradacaq. Ona görə bunlar bir-birini bağlayan və ardıcıl şəkildə davam edən bizim tədbirlərimiz olur. Mən hesab edirəm ki, gələcəkdə də bu istiqamətdə işlər davam etdirilməlidir və Qərbi Azərbaycan məsələsi dediyim kimi rəssamlarımızın prioritet mövzularından biri olmalıdır. Hörmətli Əli Müəllimin kitabı ilə bağlı deyə bilərəm ki, burada 38 Qərbi Azərbaycan nəsilli rəssamın həyat və yaradıcılığı haqqında bir bioqrafik məlumatlar daxil olubdur. Bu kitabın ərsəyə gəlməsi əlbəttə ki, böyük zəhmətlər verilir və bu zəhmətin qarşılığında belə bir kitabın ortaya çıxması hesab edirəm ki, o zəhmətə dəyər deyə düşünməyə əsas verir. Əli müəllimin özünün yaradıcılığı haqqında da bir neçə kəlmə qeyd etmək istəyirəm ki, Əli müəllim həqiqətən də müasir Azərbaycan rəssamlığında özünün fırsası ilə sözünü demiş rəssamlarımızdan biridir və bu işə də davam edir. Onun yaradıcılığında Qərbi Azərbaycan məsələsi ana və qırmızı xətlə keçir deyə bilərəm və onun əsərlərinin təhlili, rəng, kolorit, simvolikası, onun ikonoqrafik təhlili, hermenevtik təhlili olan əsərlərini bir daha onu göstərir ki, rəssam öz doğma yurduna bağlı, öz doğma vətəninə sevgi ilə yanaşan insandır. O ürəyindəki o, bəzən deyirlər rəssamın əl işi olmur, rəssamların əsərlərinə əl işi deyəndə bəzən rəssamların xətrinə gəlir. Haqlıdırlar, çünki rəssamlar burada həm qəlblərini verirlər, öz işıqlarını o əsərlərə otururlar. Və o əsərlər canlı olur ki, nə zaman rəssamın ruhu ilə birləşir və estetik bir məna əldə edir. Əli müəllimin əsərləri də bu qəbildəndir. Bir çox dəfə fərdi sərgiləri Bakıda təşkil olunmuşdur. Rəssamlar İttifaqında təşkil olunmuş sonuncu sərgisi məhz Qərbi Azərbaycan, Göyçə və onun ətraf bölgələrinə həsr olunmuş, onun etnografiyasının təbiətinə bizim aşıq sənətinə həsr olunmuş deməli əsərlərdən ibarət idi. Çox belə duyğulandırıcı hallar var ki, Qərbi Azərbaycanda bitən meyvə sortları, xüsusilə alma sortları adları da deyə bilərdik. Bu alma sortlarının belə xüsusi araşdırılmış bir formada Əli müəllimin əsərlərində var. Qərbi Azərbaycanın xalçaları onun əsərlərinin ana motivini təşkil edir. Beləliklə, bugünkü tədbirdə və bu kitabın araya ərsəyə gəlməsini ümumilikdə Qərbi Azərbaycan məsələsini bir töhfə kimi qiymətləndirirəm. Qərbi Azərbaycan mədəni hüquqlarının bərpası istiqamətində görəcəyimiz işlərin növbəti halqası hesab edirəm. Məni dinlədiyiniz üçün hər birinizə təşəkkürümü bildirmək istəyirəm. Mənə söz verdiyiniz üçün təşəkkür edirəm. Xüsusən də kitabın ərsəyə gəlməsində əziyyət çəkən hər kəsə bir daha minnətdarlıq bildirmək. Çox sağ olun. Onu da hatırladım ki, bu il artıq bizim ilin tədbirlər planında Avropa ölkələrindən bir neçəsində Qərbi Azərbaycan mövzusunda rəsm sərgisinin keçirilməsi də nəzərdə tutulubdur. İl boyu biz bu tədbirlərdə həyata keçirəcəyik. Tədbirimizdə eyni zamanda Tarix Muzeyinin əməkdaşı Mərdana xanım Yusifova iştirak edir. Böyük məmnuniyyətlə özü Mərdana xanım. Buyurun.
gününüz Ramazan gözəlliyiyle dolu olsun arzulayıram. Ben Milli Azerbaycan Tarihçi Müzeyi təsviri materiallar olduğunu müdürüyüm. Kaç sene şurası deyirlər, yani biraz həvəzkarlıqdan kənar olsun. Dəqiq elmlərlə incəsənət arasında əlaqəni işləyən, moleküler strukturla işləyən və elmlər arası inteqrasiyada riyazi məntiqi olaraq fəzi təfəkkürlər işləyən, belə deyək, balaca bir elmi yolda işləyən bir adamam. Əli müəllimgillə bizim 2025-ci ildə bir görüşümüz oldu. Bu görüşdə İradə xanım Rızazadənin təşəbbüsü ilə olmuşdu tədbir. Mirzə Qədim İrəvaninin haqqında belə bir tədbir elədik və mən də təmsil elədiyim fondda İrəvaninin haqqında bir 13 dənə əsər var. Balaca biraz belə deyək, primitiv şəkildə olan kağız üzərində əsər idi. Biz onu bir neçə yerdən əlaqə saxladıq, yoxladıq. Orijinal değildi. Sonra da bildik. Tabii ki bilirsiniz ki orijinal hardan kapıldı. Ancak ne kadar olsa o bir suret olsa bile Mirzə Qədim İrəvaninin bizim tarih müzeyinde xüsusi yeri oldu. Önemli bir yeri oldu. Ben Teyli Hanım'ın dediği sözden razıyam ve ben de deyirəm ki ben sizi dəvət edirəm hamınızı böyük məmnuniyyətlə qonağımız olun, Milli Azərbaycan Tarixi Müzeyini gəzək və oradakı eksponatların hər birini görək. O eksponatların hər biri dünəndən sabah arasında bir körpüdür. Və o eksponatın yanından keçən hər bir şəxsiyyətin o eksponat ətəyindən tutur deyir, bir məni dinlə, gör mən sənə hansı əsrdən, kimlərdən informasiya gətirmişəm. Yəni eksponat özü informasiya daşıyıcıdır. Əli müəllimin bugünkü təqdim elədiyi əsərdir, o da bir eksponatdır. Əli müəllimin təqdim elədiyi bu əsər özü yaradıcı adam olduğuna görə çox çətindir. Yaradıcı adam, yaradıcı adamlar haqqında yazmağı biraz məntiqlidir, ancaq hər adam, hər usta ustaya yaxşı demir. Yəni bu Əli müəllimin özünün böyüklüyüdür və o moleküler strukturla məşğul olduğuna görə biraz fərqli bir cümlə deyəcəm. İnsanı yaşadan 5 dənə xoşbəxtlik hormonu var. Onlardan biri serotonin, oksitosin, dopamin, bu 5 dənə adlarını yormayayım sizi. Və insan gördüyü işlə başqalarına o enerjini çatdırır ki, o insanda qəribə əhval-ruhiyyə yaradır, gözəl bir əhval-ruhiyyə yaradır. O yarattığı əhval-ruhiyyəni heç özü də düşünmür ki, onun içində nələr var. Əli müəllim bugün bir dənə kitabla bu qədər insanların və hələ inanmam nə qədər çox insanların da qəlbində, ürəyində o xoşbəxtlik hormonunu yaradacaq. O xoşbəxtlik hormonunun bir süni şəkildə alınması da bunu da yaxşı bilirsiniz. Bu kiçikdə bir dənə narkotikdir, nəbinət olan müvəkkətidir. Ancaq belə bir kitab bir əsr yox, neçə əsr yaşayacaq və Əli müəllimin özünü təqdim edəcək. Çünki hər hansı bir əsəri rəssam işləyən əvvəlcə onu beynində düşünür, onun eskizini çəkir, onun perspektivini hazırlayır və onun hansısa bir ağ vərəqin üstündə bir karandaşın köməyi ilə o karandaşın özünü xoşbəxt edir ki, o sonradan gələcəkdə rəssam onun rəsm əsəri kimi rənglərin bilinlə göstərəcək. Və o xoşbəxtlik bugün Əli müəllimə nəsib olur, çünki rəssamların əsərlərini oxumaq üçün insanda gərək bütün elmlərdən bilgi olsun. Çünki o bilgi olmadan əgər bir kağızın üstündə bir həndəsilik, bir fəlsəfə, bir psixologiya, bir kimya, bir stereokimya, bir tərsi məndəsə deyilən, fəza təfəkkürü deyilən bir anlamlı elm var. Onların vəhdətini rəssam bilməsə, bugün belə bir ortaya əsər getirib qoya bilməzdi. Siz hər biriniz Əli müəllimin vətəninə, elinə, olasına olan sevgisini gördünüz və o sevgi bir kitabda bu qədər enerji kimi yerləşdirdi, onu mən də indi azdan çox da yazıramsa, əgər bir məqaləli kitab çox çətindir, çox məsuliyyətlidir. Hələ bir rəssamın əsərini qoyub onu analiz etmək çox çətindir. Yəni bir əsər özündə bütün elmlərin vəhdətini görür. Bugün bizi bir əsər bir vəhdətə yığdı. Belə bir gündə, belə bir müqəddəs gündə. Əlimə sizə can sağlığı arzulayıram. Yaradıcılığınız davamlı olsun inşallah. Və inşallah bizim o əsərlərinizdən bizə də bağışlayın. Çünki bizim muzeydən bir toplama işi deyirlər. Yəni bu işi görmək üçün. Mən keçən il bizim bir-iki bunlar oldu. Yenidən ekspozisiya təzələnəndə 100 illiyimiz olanda. Mən təklif edirdim ki, böyük bir bölməni ayırıb gəlib Azərbaycanlılara. Dedilər və mən böyük surətlə tanıdığım nə qədər qonşu filan var edilər. Heç kim içini vermədi. Vermədilər. Yəni bir nəsə balaca bir xalça olsun, balaca nəsə indi təbii ki vermirlər. Ancaq vermədikcə də bizim keçmişimiz arxada qalır. Bugün siz mənim o ideyamı bir dənə kitabla həll edirsiniz. Sizə can sağlığı. Sizə can sağlığı. Mən hörmətli müəllimə xanımın bir sözünə söhbət etmək istəyirəm ki, hörmətli
kitabı hazırlayanda bəzi rəsm əsərləri gətirirdi ki, bu əsərlər çəkildi və Əli müəllim onlara baxan kimi bilirdi ki, və bunlar orijinaldır, ya bunlar nəsə kopyadır. Yəni bir rəssamın belə bir kitabı yazmağı, kənar bir adamın yazmağından tamamilə fərqlidir. Çünki nə dərəcədə onun çəkdiyi şəklin sənətə aidiyyatı var, nə dərəcədə yoxdur. Onları təbii ki, Əli müəllim baxan kimi müəyyən edirdi və o cür rəssamları dırnaqarası biz bir kənara qoymaq məcburiyyətində qaldıq. Mən böyük məmnuniyyətlə sözü hörmətli Əli müəllimə vermək istəyirəm. Buyurun Əli müəllim, söz sizin. Çok sağ olun. Her birinize iştirakçılar, her birinize salamlayıram. Kitab hakkında aslında her şey danışıldı, yani bana danışmalar bir şey kalmadı. Ama danışılabilen pek bir mevzu var. Yani burada ressamlarımız var, yani Azerbaycan'dan olan ressamlar var. Ben bunlar hamısı Azerbaycan ressamları. Azerbaycan Ressamlık Mektebi'nin nümayendeleri değil. Ama Qərbi Azerbaycanlandılar. Yani biz bugün deyirik ki, hələlik bizim incə sənətdə biz Qərbi Azerbaycan üslubu deyim, nə deyim, yarada bilməmişik. Təzə da ki, biz seçirik ki, bu Qərbi Azerbaycanlandı. Hiç çok bilmezdim ki Şamil Əliyev Qərb Azərbaycanlıdır. Ta ki bir rəssam mənim yanımda onun haqqında 1988-ci ildə Qərb Azərbaycanlılara jargon ifadə o vaxt deyildilər, onu istədi. Bu o. Onu da bildim, onu da fikirləşdim ki, bu filankəs məlum oldu ki, bizim Bakılı kimi tanıdığımız Arif Raziyev, xalq rəssamı, heykəltaraş, Qərb Azərbaycan. Onda mən sorular başladım. Yəni demək istəyirəm, bunlar seçilmir. Mən sözü ona gətirib çıxaram. Qərb Azərbaycanlı rəssamlar Azərbaycan rəssamlıq sənətinə xidmət eləyib həmişə və bugün də eləyir. İndi məsələ nə yerdədir? Yəni burada çatışmayan bir məsələ var, demək istədiyim. Məsələ ondadır ki, Qərb Azərbaycanlı rəssamlar nəyə görəsə Qərb Azərbaycan ağrılarını əsərlərində az göstərirlər. Yəni yoxdur, demək olar ki, biz görmürük. Məsələn, Bəhruz Gəngərli 1918-ci ildə İrəvandan, elə Qarsdan, Zəngəzurdan qaçqın düşənlərin portretini çəkirdi. Təqribən onun bir 8-9 portreti var ki, qaçqın qız, qaçqın oğlan, qaçqın ailə, bu tarixdir. Bilirsiniz, tarixdir. 1918-ci ildə çəkilir. Şamil Qaziyev, məşhur Qazıbəyovlar nəslinin nümayəndəsi, Şamil Qaziyev 1977-ci ildə Sovet hökumətinin belə deyək, qılıncının dalı və qabağı kəsən bir dövrdə Qaçqınlar əsərini işlədi. Çox gözəl bir əsərdir. Qaçqınlar əsərini aldı, baxırsan ki, insanlar yarı çılpaq, yarı belə deyək, qaçırlar. Paltarlar belində, uşaqların bellərinə şəli var, belə bir pis görkəmdə bunlar qaçırlar. Nə idi bunlar? Uşaq vaxtı, gənclik dövründə İrəvanda başlarına gələnlər idi. Bu zaten İrəvanlı idi. Ermənilər bu hadisələri törədəndə onlar Naxçıvana qaçmışlar. Və bunları qələmə alır. Üçüncü misal çəkir. Üçüncü misal Cabbar Quliyev. Cabbar müəllim səhv eləmirəmsə 89 ya 90-cı ildə bir dənə qaçqınlar əsəri işlədi. Bu tarix. Mən Qərb Azərbaycanlı rəssamım, qaçqınlar əsəri işləməmişəm, başqa bir yoldaş Qərb Azərbaycanlıdır falan, amma oraların ağrısını göstərə bilən bir əsəri yoxdur.
Validdə bir, yəni bu qaçqınlıq mövzusu Qərbi Azərbaycanlı rəssamların pratik tarafında deyil. Təbii ki, bütün rəssamlar bu ümum Azərbaycan dərdidir, ümum Azərbaycan problemidir, Xocalıdır, Qarabağ faciəsidir, eləcə də Qərbi Azərbaycandır, hamı çəkir. Sadəcə Qərbi Azərbaycanlı rəssamlara üzüm tuturan, onların çiyninə yük daha çox düşür. Yəni, onlar daha çox işləməlidir. Birbaşa yaşayırlar, faciələri görürlər. Bu və ya digər səbəbdən onların yük, lokomotiv olardır, belə deyək. Mənim yanımda Nazım müəllim söz saldı, rəhmətli Ziyadxan müəllimdən. Ziyadxan müəllim hərdən bir keyfi yaxşı olanda Tahir Salahovun dalınca deyinirdi. Tahir Salavov dünya şöhrətli bir rəssamdır, amma bilir ki, deyil, sən niyə də siz belə danışırsınız? Dedi ki, bu bir dəfə olsun Xocalı faciəsini qələmə almadı, çəkmədi. Biri var, sən çəkəsən, biri var, başqa bir sıralı rəssam çəkər Xocalı faciəsini. Amma biri də var, bunu Tahir Salavov işləyər. Sən təsəvvür edirsən ki, Tahir Salavov bunu işləsə, dünyada nə qədər adam Xocalı faciəsini və bunun da Azərbaycanlı mənsubiyyətinlə Xocalı faciəsini tanıyacaq. Görün, Ziyadxan müəllim onu düz deyilmiş. Bu mənada mən bundan qabaqki kitabımda araşdırmışdım. Deməli, Abşeron məktəbi və Fərhad Xəlilov. Fərhad Xəlilov bugün burada olmalıydı, müəyyən səbəbdən Bakıda yoxdur, gələn bilmədi Fərhad Xəlilov. Amma Fərhad müəllim gec də olsa Xocalıya aid gözəl bir triptik işləyir. 3 böyük əsərdən ibarət, haradasa 1 metr, 2 metr yarıma, 3 dənə düz bucaqlı şəklində böyük bir əsərdir. Müxtəlif adları var. Məsələn, triptikin birinci hissəsi əməldir, ikinci hissəsi günah, üçüncü hissəsi yamanlığın ifadəsi. Yamanlığın ifadəsi, təsəvvür edin, işin adı da faciəlidir. Yəni, yamanlıq özü necə ifadə oluna bilər? Əslində baxsaq, məsələn, Xocalı faciəsidir, qaçqınlıq faciələridir. Rəssamlara baxanda Növbələr deyildim, nə oldu bunlar elə, ancaq bizim rəssamlar qara rəng istifadə edir, qırmızı rəng qandır, qara rəng nadəmdir falan. Amma əslində faciəni ifadə eləmək, faciə üçün gözəl bir şey çəkə bilməzsən ki. Amma məsələn, buna bağlı yenə də yadıma Picasso düşür. Picassonun məşhur Elnika əsəri var. O şəhəri Franco rejimi bombaladı. Səhv eləmirəmsə 37-ci ildə o şəhər elə bombalandı ki, şəhər 60 minlik şəhər məhv oldu, 2600-2500 adam dağıntılar altında qaldı və Picasso'ya sipariş oldu. İspanya hökuməti ona sipariş verdi ki, belə bir əsər yaradı. Picasso özü də çox operativ, özü də 3 metr yarımdan 7 metr yarıma nəhəng bir əsər yaratdı. Və sonralar onu sərgilə Alman generalı görəndə Picasso'ya demişdi ki, bunu siz çəkmişsiniz, o demişdi, yox, siz çəkmişsiniz. Yəni ki, faşistlər bunu edeyim. Şimdi bu mənada sözümü ona gətirirəm. Yəni, kitab haqqında yenə deyirəm, hər şeyi yoldaşlar gözəl danışdılar. Qərbi Azərbaycan rəssamları, eləcə də bütün rəssamlarımız faciələri tarixiləşdirsinlər, rəsmləşdirsinlər, sənədliləşdirsinlər. Mənə görə bu lazımdır. Mən hamıya təşəkkür edirəm. Çox sağ olun, təşəkkür edirəm ki, gəlmişsiniz. Çünki bizim tədbirlərin çox az tədbirlər rəssamlığa aid olur. Amma buradakı tədbir Qərbi Azərbaycan icmasının xəttinlə aktual olan tədbirdir. Və Qərbi Azərbaycan icmasına əziz müəllimlər, təşəkkür edirəm ki, bu kitabın araya, ərsiyyə gəlməyinə çox operativ mənə kömək elədi. Heç bir sərt qoymadı, yaşıl ışıq yandırdı və çox tez bir zamanda biz bunu həyata keçirdik. Böyük xidmətli, çox sağ olun, sizə böyük təşəkkür edirəm. Qərbi Azərbaycan icması təşəkkürünü həm də təşəkkürnamə ilə demək istəyir. Sağ olun.
Tabii ki her birimizin adından da, her birimizin adından da bu teşekkürname bir aile fotosu, komik bir şekil çekiyoruz.